Bidətlər nədir? İnsan ixtira etdiyi bir şeydir. O şeylər ki, insan özü ixtira edir, bu bidətlərdir. Yəni, bu lüğəti mənasındadır. Lüğəti mənasında bədi'us səməvat vəl ard. Allah subhanət hala göyləri, yerləri özündən qabaqçı keçməyən bir misalda yaradıbdır. Yəni, göyləri, yerləri yaradıbdır. Yəni, bunun mislində heç olmayıbdır. Göylərin, yerlərin yaradıbdır Allah təala. Yaxşı. Amma şəriətdə isə bidət, yəni dində bidət dedikdə Allahın subhanahu wa ta'alanın əmr eləmədiyi, vacib eləmədiyi və yaxud da ki, şəriət qoymadığı bir əqidə, söz, feillə Allaha yaxınlaşılan olan bir ibadətdir. İstər etiqadda, istər sözdə, istərsə əməldə, feildə. Kim Allah Taala'nın əmr eləmədiyi, dinində qoymadığı əqidədə, sözdə, feildə bir şeylə Allaha ibadət edərsə, bundan başqa bir şeylə Allaha ibadət edərsə, bu bidət eləmiş, o bidətçi sayılır bir kəs. Yəni Allah Taala bunu sana deməyibdir. Nə müstəhəb olaraq, nə fərz olaraq. Yəni sən də bunu ixtir edirsən, özündən gətirirsən, bu əməllə Allaha yaxınlaşırsan. Demək, bu nədir? Bunu edən kəs, istər etiqad eləsin, istər sözündə desin, istər feilində göstərsin, bidətçidir. İnsan فإذا أحدث الإنسان عقيدة في أسماء الله وصفاته مثلا فهو مبتدع. Allah Teala adlarında, sıfatlarında yenilik eləsə, bu da bidətçidir. Və yaxud da ki, Allah və Rasul demədiyi bir sözü deyərsə də, Allah Teala ad və sıfatlarında, bu da bir bidətçi sayılır. Və yaxud da elə bir əməl edər ki, o əməl Allah və Rasulu əmr eləməyibdir. Və yaxud da qoymuyubdur şəriətdə, yoxdur, yəni o. Bu da bidətçidir. İnsan bilməlidir ki, yəni bu bidətə düşmüş insan, yəni bidət eləmiş insan, bu çoxlu qadağan olunmuş şeylərə düşübdür. Bunu bilməlidir. Birincisi, nələrə düşübdür? Yəni elədiyi o bidətlə Quran və sünnənin dəlillərini səhv saymış sayılır. Və zəlikə ennəmə cəə bihi nəbi sallallahu əleyhi və səlləm fəhuvəl haqq. Yəni Muhammed sallallahu əleyhi və səlləm nə ilə gəlsə, haqq olan budur. Düzdürmü? Allah Teala da deyir ki, "Fəmədə ba'dəl haqqı ilə dalal." Yəni haqqdan sonra yalnız azğınlıq ola bilər. Yəni haqq var, Muhammed sallallahu əleyhi və səlləm gəldiyi haqqdır. Sən ondan sonra başqa yerdə nəsə axtarırsansa, azğınlıq axtaracaqsan. Bu Quranda gələn. Peyğəmbər sallallahu hədisində də gəlir ki, hər bir bidət azğınlıqdır. Məlumdur ki, mömin azmış olan kəslərin yoluna tabe olmaqdan uzaqdır, uzaq olmalıdır. Hər səfər buna görə öz namazında Allahdan hidayət istəyir. Bizi düz yola yönəlt, nimət verdiyin kəslərinə yoluna, qəzəbə düçar olmuş azmışların yoluna yox. Hər gün ən aşağısı 17 dəfə bunu istəyirsə, ən aşağısı. Allah subhanahu ta'aladan. Və birinci budur ki, insan Quran və sünnə dəlilləri kənarında bidət elədikdə nə edir? Azmış olur. Quran sünnə kənarında azmış olur bu insan. İkinci odur ki, həmin bidətlə Muhammed sallallahu əleyhi və səlləm sünnəsindən kənara çıxmış olur. Siz əgər Allahı sevirsinizsə, onda mənə tabe olun. Hanı tabeçilik? Peyğəmbər sallallahu əleyhi və səlləm eləmədiyi bir şey gətiribsən sən. Demək, Allaha, Rasuluna tabe olmaq, siz iddia edirsiniz Allahı sevməyi. Bu iddianızı qoyursunuz ortaya, tabe olursunuz. Və bu tabe olmaqdan da qarşılıq olaraq Allah Teala sizi sevir və sizin günahlarınızı bağışlayır. Kim bir bidət edərsə, o bidətlə Allaha ibadət edərsə, artıq Muhammed sallallahu aleyhi ve sellem'in yolundan çıxmış olur. Çünki Rasulullah sallallahu aleyhi ve sellem o şeyi deməyibdi, əmr eləməyib, qoymuyubdu. Bildirməyib ki, bu şey vardı. Sən də özündən nəsə ixtira edib Allaha ibadət edirsən o ibadətlə. Bu halda Allahın şəriətindən insan kənara çıxmış olur və bidət eləmiş olur. Bidət elədiyi şeydən kənara çıxmış olur. Üçüncü odur ki, bu bidət ki, hansı ki, insan bunu özü ixtira edibdir, özü bidət, yəni yeniliyi edibdir bu dində, yəni Muhammedun Rasulullah sallallahu aleyhi ve sellem şəhadətinin təhqiqinin əksidir. Hani sən onu şahidlik gətirirsənsə tabe olmalısan. Və niyə olmursan? Yəni, əslində kim kəlmə şəhadətini Muhammedun Rasulullah kəlməsi şəhadətini təhqiq edirsə də o
Allaha olan ibadətində də bundan kənara çıxmamalıdır. Muhammed sallallahu əleyhi və səlləm necə gəlibsə də, nə ilə gəlibsə də ondan Allaha ibadət etməlisən. Əksinə lazım olur ki, onun şəriətinə tabe olub getmək və həddi aşmamaq, nə təqsir eləmək, həmin şəriətdə, kim də şəriətdə təqsir edərsə də və yaxud ora nəsə artırarsa da, artıq tabiçilikdə təqsir eləmiş olur. O insan artırmasıyla və yaxud azaltmasıyla Muhammed Rasulullah kəlməsinin, şəhadətini təhqiq eləmiş sayılmır. Dördüncü odur ki, bidətin məzmumu neynir? Yəni, bu İslama təndir. Yəni, bu bidət, bu İslama tən olan bir şeydir. Daha doğrusu, bu bidət özündə İslama təni daşıyır. Yəni, o kəs ki, yeniliyi edir, bu bidəti daşıyır, sanki həqiqətən İslam kamil deyil. Güya bu İslamı bu bidətlə kamilləşdirəcəkdir. Allah Teala nə deyib? Deyib ki, bugün sizin dininizə kamil etdim. Sizə olan nimətimi tamamladım. Sizin üçün din olaraq İslam dinini seçdim. Ona görə bu bidətçiyə deyilir ki, sən indi İslam şəriətinin kamil eləmədiyi bir şey gətirirsən. Sanki yəni İslam kamil deyil, sən isə gətirib kamil eləmək istəyirsən. Bu İslama olan bir təndir, hamısı. Yəni bu dildə olan bir tən olmasa da, amma əməldə olan bir nədir? Təndir. Eyni Resulullah sallallahu aleyhi ve sellem, thumma eyni sahabetu an hazil ibadeti leti ibteda'taha. Yəni sən elədiyin o bidətdə, bidət elədin, bu ibadət ki var, gətirdin yeni ibadəti. Hanı sahabələr? Hanı Allahın Resulü sallallahu aleyhi ve sellem bu ibadəti? Onlar eləməyiblər bunu. Yəni onlar bunu biliblər, yoxsa yox? Yoxsa bilib təqsirləri olubdur? Həqiqətdə bu İslam şəriətinin olan bir təndir. Beşinci odur ki, bu tən Allahın Resulü sallallahu aleyhi ve sellemə də olunur. Yəni bu elm olan bidət Resulullah sallallahu aleyhi ve sellemə də tən olunur bununla. Necə olur? Yəni bu bidət ki var, sən iddia elədin ki, bu ibadətdir. Ya bunu Resulullah sallallahu aleyhi ve sellem bilibdir, ya bilməyibdir, onda cahil olur. Ya da ki bunu bilibdir, lakin gizlədirdir. Bu halda da Risaləni gizlətmiş olur və yaxud da Risalənin bəzisini gizlətmiş olur. Bu da daha olduqca təhlükəli bir şeydir. Demək, Resulullah sallallahu aleyhi ve sellemə də tən var burada. Altıncı odur ki, bu bidət İslam ümmətini bölməyə aparır. Yəni, bütün bu yeniliklər İslam ümmətini bölməyə aparır. Çünki İslam ümməti onlara bidət qapıları açıldıqda İzə fütihəl bəbu ləhə fil bidə'i sar hədə yəbtədiyə şeyən. Yəni, əgər qapı açılası olsa cəmaata, hər bir şey ixtira edəcəkdir. Hər özündən yeni bir şey çıxardacaqdır. Necə ki, bu indi bu göz qabağında müşahidə olunur bu şey. Nə qədər insanlar vardır ki, hərəsi özü bir ibadət çıxardır, iddia edir ki, bu dindəndir və ondan Allaha ibadət edirlər. Fətəkunul ümmətul İsləmiyyətu kullu hizbin minhə mə lədeyhi fərih. Yəni, bu halda da İslam ümmətində hər bir o partiya özündə olan bir şeylə sevinəcəkdir. Kullu hizbin bimə lədeyhim fərihun. Hər bir o hizb, toplum özündə olanla neyir, sevinir. Yəni, hamısı deyir ki, haqq mənəm. Azınlıqsa başqası ilə. Hamısı elə deyir də, düzdürmü? Amma bizim aramızda olan o tərəzi nədir? Quran sünnə. Dediyin sözdə Quran sünnə ilə, sələfin fəhmi ilə qardaş gözümüz başımız üzərindədir. Əks halda götürülmür sözün. İnnellezine ferraku dinahum ve kanu şi'an leste minhum fi şey. O kəslər ki, dinlərini ayırdılar, parçaladılar, böldülər. Bunlar şi'an, yəni ki, əslində şiə sözün mənasında ayrılma, parçalamaq deməkdir. Yəni onlardan bir şeydir. Leste minhum fi şey. Yəni sən onlardan deyilsən. İnnəmə əmruhum ilallahi thumma yunabbihum bimə kanu yef'alun. Yəni onların işi Allaha qalıbdır, sonra Allahdan onlara etdiklərini xəbər verəcəkdir. Nə edirlər? Mən ciə bil həsənəti fələhu əşrü əmthəlihə. Kim bir yaxşılıqla gələrsə də onun 10 misli var. Yəni bir dənə yaxşılıq etsən, 10 misli sənə verilir onun. Kim də bir pisliklə gələrsə, fələ yüczə illə misləhə və hum lə yuzləmun. Yəni etdiyi pisliyin qarşılığında bir pislik yazılır. Subhanallah, zulm olunmazlar onlar. İnsan bidətlər elədikdə neynir? Bölünür, ayrılır və hərəsi özünün haqqı olduğunu iddia edir, başqasının isə azğın olduğunu, təqsirli olduğunu görür. Başqasının yalan, böhtan, buna oxşar şeylərlə iftiralar atır. Misal olaraq deyir buna,
O kəslər ki, deyir, Peyğəmbər sallallahu yaş keçirirlər, bu bidəti edirlər. Və bu günləri görsən ki, bu şey məşhurdur da, güya filan gündə doğulubdur və filan gün neyində yaş keçirilir. Bilirsən nə deyirlər bu bidəti eləməyən kəslərə? Bu bidəti eləməyən kəslərə deyirlər ki, həmin kəslər Peyğəmbər sallallahu sevmir, nifrət edir. Deyir, onun doğuluşundan sevinməyib, ad qoyurlar. Görə nə qədər müftiralar, böhtanlar atırlar. Deyir, əgər sevsəydi ona yaş keçirərdi. Alhamdülillah. Buna oxşar şeylərlə görürsən ki, haqq əhlinə atılan yalan və böhtanlardır ki, onların özləri, o bidətçilərin özləri daha haqlıdır o yalana, böhtana. Həqiqət odur ki, bidət vəl-həqiqətü ennəl-mübtədiə bid'atuhu tetedammen ennehu yubghidur Rasul. Yəni bidətçinin elədiyi o bidət həqiqətdə Rasulullah sallallahu əleyhi və səlləmə nifrət eləməyi özündə daşıyır. Hətta o sevgisini iddia eləsə belə. Çünki bu bidəti elədikdə, bu insan ki bu bidət edib, Rasulullah sallallahu əleyhi və səlləm bunu ümmət üçün qoymayıbdır. Əmr eləməyib və müstəhəb olaraq da belə. Necə ki qabaqda dedik. Ya sənin sözündən elə çıxır ki, bilmir, cahildir, ağzıdır, ya da ki risələni gizlədibdir. Bütün hallarda təhlükədir. 7-ci odur ki, ennel bid'ate edən təşərrət fəzil ümmə, yəni bu ümmətdə bidət yayılarsa da sünnə gedəcəkdir, dağılacaqdır. Həqiqətən insanlar əməl edirlər. Ya xeyr əməl edir, ya şər edir. Yəni hamı hərəkətdə ya sən xeyr edirsən, ya şər edirsən. Bunun üçün də bəzi sələf demişdi ki, elə bir qövm yoxdur, bir bidət etdikdə onun mislində başqa sünnələri zayi eləmiş olmasınlar. Yəni bir bidət gəldikdə başqa sünnələr gedir. Şaşırdınız mı? Fəl-bid'u tuaddi ilə nisyan. Necə olur? Bu nətər olur? Çünki bidət səbəbdir sünnənin unudulmasına, dağılmasına İslam ümməti arasında. Bidət edir, sən məşğulsan bidətlərlə, sünnəni hardan xatırlayacaqsan? Yəni bəzi insanlar görsən ki, bidətlər edir, həmin bidəti deyir, niyyəti yaxşıdır deyir, yaxşı niyyətlə edir. Lakin niyyəti yaxşı olsa da deyir ki, əməli yaxşı deyil ki, əməli pisdir bunun. Yəni maneə yoxdur, insanın niyyəti yaxşı ola bilər, amma əməl nədir? Pisdir. Yəni niyyət yaxşı olanda əməl pis ola bilərmi? Ola bilər. Lakin vacibdir ki, bilmək ki, onun əməli, o niyyəti yaxşı olsa da əməli pisdir. Çünki o bidət bir dində olmayan bir əməli eləmiş olur. Lazım ki, o əməlindən qayıtsın və Peyğəmbər sallallahu hansı sünnəyə gəlibsə də ona tabi olsun. Həmçinin bu bidətin fəsadlarından odur ki, bidətçi kəs Quran sünnədən hökm vermir. O qayıdır havasına, onunla hökm verir. Amma Allah Teala nə demişdi? Demişdi ki, siz öz aranızda düşdüyünüz ixtilafı Allaha və Rəsula qaytarın. Allaha kitabına, Resulullah sallallahu əleyhi və səlləm həyatındakı həyatına, dünyasını dəyişdikdən sonra isə sallallahu əleyhi və səlləm